Bu ne havasıdır çaldığın dünya? Bu ne havasıdır çaldığın dünya? Mat-məttəl qalmışam oyununa dünya. Axan göz yaşlarım, çəkdiyim ahlar, deyəsən batmadı beyninə dünya. Salam, hörmətli tamaşaçılar. O müqəddəs Ramazan günlərində hər birinizi salamlayırıq və verilişimizin adından, studiyamızın adından hər birinizə sağlıq, salamatçılıq, ruzi bərəkət, sülh və əmin-amanlıq arzulayırıq. 24 News TV-nin efirində, Ədəbi Üfüqlər verilişində bugünkü qonağımız Borçalımızın tanınmış şairi, 1917-ci ildə çap olunmuş Sən Gedəndən adlı şeirlər kitabının müəllifi, Borçalı el şənliklərində öz çıxışları ilə xalqımızın rəğbətini qazanmış şairimiz Sərxan Candarlıdır. Sərxan müəllim, xoş gəlibsiniz. Sağ olun, Hümbət müəllim. Dəyərli dostumuz, dəyərli insanımız, dəyərli ziyalımız, var olasınız. Eləcə də Əli müəllim, elimizin ağsaqqalı, Borçalımızın ağsaqqalı, gözəl yazarımız, neçə kitabların müəllifi, var olasınız. Aşıq Samir, elimizin şənliklərimizin gözəl sənətkarı, dəyərli sənətkarı, gözəl barmaqların sahibi, hər birinizi xoş gördük, var olasınız. Dəvətinizə görə minnətdarımı bildirirəm, hər birinizə təşəkkür edirəm. Var olun. Sağ ol şair, siz məni qabaqladınız, hörmətli tamaşaçılar. Verilişimizin bugünkü qonağı Borçalımızın saz sənətinin layiqli davamçısı, yaşadıcısı, özünün gözəl incə barmaqları ilə məclisləri fəth edən, ürəkləri fəth edən Aşıq Samir qardaşımızdır və verilişimizin ağsaqqalı, verilişimizin yaradıcısı Əli Abbasdır. Hər ikiniz xoş gəlibsiniz və irəliləyən dəqiqələrdə Sərxan Candarlı yaradıcılığından tanış olacağıq və Sərxan Candarlının öz ifasında şeirlərini dinləyəcəyik və əlbəttə ki, aşığımızın ifasında gözəl saz havalarına da qulaq asacağıq. Azərbaycanın tanınmış şairlərindən olan Məmməd Araz yazır ki, qələm aldım, şeir yazdım, bəlkə də bu günahımdır. Sonra da yazır ki, bəzisinə ürək açıb söz eləmək asan gəlir. Düyün düşən fikirləri çözələmək asan gəlir. Göz görməyən duyğuları söz eləmək asan gəlir. Və mən burada şairimizdən soruşmaq istəyirəm. Sərxan Candarlı, şeir yazmaq sizcə günahdırmı, savabdırmı, çətindirmi, asandırmı? Öz şair prizmanızdan bu məsələyə necə yanaşırsınız və bu suala necə cavab verərdiniz? Var olun Hümbət müəllim, sağ olun verdiyiniz suala görə. Əlbəttə ki, mən nə tər deyə bilərəm asanlığını, çətinliyi, amma bir şey var ki, bir şey mənə bəllidir ki, sazsız söz, sözsüz saz olmayan kimi. Deməli, saz və söz vəhdətdədir. Əlbəttə ki, əlbəttə ki, nə qədər bu saz var, nə qədər ömrümdə sayılı günlər varsa da, deməli, bu sazla bağlıdır, bu saz xalqımızın bir yadigarıdır, xalqımızın bir sərvətidir, varı dövlətidir, buna söz yox. Ona görə də əlbəttə ki, mən də saza bağlıyam. Olmaz dəllərin behi, bazarı, yeriyər Koroğlu qıra tasarı. Görərsən qayadan baxan nigarı, cəngi üstə gəlsə dilə telli saz. Nənəm xana qurar, gəbət oxuyar, vurğun yazar, dədə şəmşir oxuyar, aləmə nur yağar, cənnət qoxuyar, köhlənəndə sarı telə telli saz. Bağbana həyatdır bağçanın nazı,
Budur Candarlının çörəyi, duzu. Qoymaz unutmağa əcdadımızı. Neçə ki yaşayır hələ telli saz. Neçə ki yaşayır hələ telli saz. Sazımız var olsun, xalqımız var olsun. Sağ ol sözümüz var şair. olsun. Var olsun. Onda elə verilişimizin bu yerində saza söz verək, aşığımıza qulaq asaq, öz gözəl məlahətli səsinlə Əli müəllim, verilişimizə bir rəng qatsın. gözəl şairimiz Sərxan müəllim, Allah hər birinizi var eyləsin. Bu gözəl verilişimizi salamlayırıq. Biz də bir gözəl şairimizin gözəl bir sözlərindən gözəl tamaşaçılarımızın nəzərinə çatdıraq, gözəl famızı yerinə yetirək. Hər birinizə can sağlığı. Verilişimizin rəhbərliyinə də Sağ ol, can sağ ol, sağlığı. sağ ol. Buyur. Bir dağlar gözden kalmayı çöllüğüne Afarı gözlerine birbirine Koymuş dünyada mayın kaşarım Nabah tutar da yaram Bir anda dangale mayga dangale mayga dangale mayga lambaladı lambaladı Yaşa. Şovalay Abelayam yaşıllı dere tapena İçameni çarı Danalandı Damlerendi Şirindi Günde yürü yolda öldürmay Niye çevir bir yollara Gülmürem da Dangale mayga Dangale mayga Dangale mayga Lambaladı Lambaladı
Leyli çiçeğimi kaldı salmadı. Memnunum derdine derman olmadı. Sen hardan tapadın çare. Bilmirəm da, dənərəm ayda, dənərəm ayda, dənərəm ayda, lambalanı, lambalanı. Sağ ol qardaş, eşq olsun. Hörmətli tamaşaçılar, söz adamının dəyəri onun sözünün, onun yaradıcılığının el arasında nə qədər yayılmasından, xalqın onu nə qədər sevməsindən asılıdır və Aşıq Samirin də elə şairimizin Sərxan Candarlının sözlərinə oxuduğu bu mahnı bir daha sübut edir ki, Sərxan Candarlı elimizdə, obamızda, Borçalımızda, Gürcüstanımızda kifayət qədər tanınmış, kifayət qədər sevilən bir sənətkardır, bir şairdir və bu yolda ona uğurlar arzu edirik. Sərxan Candarlı, məlumdur ki, həyatda hərənin öz ömür yolu var. Amma yaradıcı insanların ömür yolundan başqa bir yaradıcılıq yolu da var. Bu yaradıcılıq yolu bir ağ yola bənzəyir, üfüqə doğru uzanan bir ağ yola bənzəyir və bəzən bu yol hamar olur, kiminsə yaradıcılığında, bəzən bu yol daşlı kəsəkli olur, keşməkeşli olur. Bəs Sərxan Candarlının yaradıcılıq yolu necə olub, necədir və necə olacaqdır? Sağ olun Hümbət müəllim, verdiyiniz suala görə mənim şeirlə, şeiriyyatla bağlı belə deyim ki, nə qədər ki mövzu, fikir gəlir beynimə, ürəyimə gəlir, toxunur, onda bir ağır bir yük kimi, elə ki o yük ağ varağa köçürülür, onda biraz yüngülləşir, onda biraz azad oluram, arxain oluram və özümdə bir şükranlıq oxuyuram. İndi sizə bir deyəcəyim bir şeir, oxuyacağım bir şeir, xalqımıza çatdıracağım bir şeirdir ki, bu təzə bir şeirdir. Axır kədər yaşı yanaqda, üzdə, yolur saçlarını gəlin də, qız da, nə ahdır, nalədir yenə Təbrizdə. Bu səsdən yıxılar dağlar yubam, rahat uyuyanma Şəhriyar babam. Bakıdan aralı qalan Ərdəbil, yağlar əlində olsa darda bil, dərddən buz bağlasa Araz orada bil, isidənməz canımı alışmaz sobam, rahat uyuyanma Şəhriyar babam. Şeiri bəstələndi, dildə oxundu, damara doğmadır, qana yaxındır, eşitsə vətəndə darmadağındır, bircə hündür saray, bir balanca dam, rahat uyuyanma Şəhriyar babam. Nə imkanım çatır, nə əlim, qolum, Candarlı bağlanıb hər yandan yolum, sarsıyır, sızlayır, burada Borçalım, mənim doğulduğum bu elim, obam, rahat uyuyanma Şəhriyar babam, rahat uyuyanma Şəhriyar babam. Allah ustadımıza da rəhmət eləsin. Sağ ol şair, elə bugünkü İranda baş verən o siyasi hadisələrlə səsləşən bir şeirdir, çox aktual bir şeirdir. Allah canını sağ eləsin. Və Əli müəllim, mən sizə bir sual ünvanlamaq istəyirəm. Siz Sərxan Candarlının şeirlər kitabını tərtib edən, ona ön söz yazan bir şəxs kimi, Sərxan Candarlının yaradıcılığı ilə yaxından tanış olan bir şəxs kimi necə qiymətləndirərdiniz Sərxan Candarlının yaradıcılığını? Mən təşəkkür Ədəbiyyat baxımından, ondan sonra ədəbiyyatın tələbləri baxımından necədir bu şeirlər? edirəm. Hamınızı da salamlayıram.
Sərxan Candarlıyı mən keçən əsrin 70-ci illərindən tanıyıram. O vaxt biz Tiflisdə təşkil elədiyimiz Çeşmə Ədəbi Məclisinin fəal üzvlərindən biri kimi iştirak eləyərdi, şeirlərini oxuyardı və o vaxtdan mən bildim ki, Sərxan Candarlının içərisində onu narahat eləyən tellər hansılardır və kəşf elədik ki, onun da içində bir sarı sim var. Sazımızın sarı simi, sözümüzün sarı simi, şeirimizin sarı simi. Demək, Sərxan Candarlının şeirlərində vətənpərvərlik var, Borçalı sevərlik var. Və kəsə olaraq onu deyə bilərdim ki, Sərxan Candarlı bütün varlığı ilə, istedadı ilə, sözü ilə, söhbəti ilə, misraları ilə Borçalıya bağlı bir el oğlumuzdur, bir şairimizdir. Mən onun şeirlərinə ön söz yazanda da orada demişəm bunu. Borçalı şeiri hecə vəzni üzərində qurulan şeirlərimiz, saz havaları üzərində yazılmış şeirlərimiz təkcə Borçalıda yox, Azərbaycanda və Cənubi Azərbaycanda da həmişə səslənib, hörmət qazanıb. Sərxan Candarlı haqqında danışmaq üçün bizə saatlar yox, günlər yox, aylar lazımdır onun yaradıcılığı haqqında. Amma bir şey deyim ki, Sərxan Candarlının şeirlərini oxuyanda Başqarlı dağlarımız yada düşür, çəmənlərimiz yada düşür, Gursulu, Şağrıq ətən çaylarımız yada düşür. Bu çayların suvardığı bol meyvəli bağlarımız yada düşür. Və bütün bunlardan sonra bizim Borçalımızın ağsaqqalları yada düşür. Və onun dediyi müdir kəlamlar yada düşür. Niyə belədir? Ona görə ki, Sərxan Candarlı bütün yaradıcılığını, mayasını oradan alıb. Borçalıya məhəbbət, Borçalıya sevgi, el oğlunu sevmək və şeirlərinin hamısında nəyə həsr etmiş olursa da olsun, orada bir təmkin var, orada bir tapşırıq var, orada bir umut yeri var və həmişə ədəbiyyatşünaslıq baxımından isə bu şeirlər hecə vəznində yazılmış, Borçalı ruhunda deyilmiş, Borçalımızın dərdini, sərini, keçmişini, tarixini və gələcəyini özündə əks etdirməyi sətraltı mənalarla bəzən də açıq-açığına oxucuya çatdıran bir şairimizdir. Mən bir 5 dəqiqə ilə Sərxan Candarlının yaradıcılığına ad verə bilmərəm. Amma mən istərdim ki, onun şeirləri səslənsin və tamaşaçılar ona diqqətlə qulaq assın. Çox sağ olun Əli müəllim, çox gözəl buyurdunuz. Elə mən özüm də hər dəfə sosial mediadan Sərxan Candarlının öz ifasında şeirlərinə qulaq asanda mənə elə gəlir ki, onun ifası bizim Borçalı dağlarımızın zirvəsindən süzülüb gələn o hayli bir dağ selidir. Aydın, doğrudur. O qabağına çıxan hər şeyi süpürülüyüb aparan güclü bir axıntıdır, güclü bir seldir. Sərxan Candarlının ifasında şeirləri bax, belə təsir bağışlayır. Sərxan Candarlı, Borçalı dağlarına şeir həsr eləməmiş olmazsan. Yəqin ki. Çünki Borçalıda yaşayan, Əli müəllimin gözəl bir sözü var, Borçalı havası udan, Borçalı suyu içən şəxs, yaradıcı şəxs ola bilməz ki, Bizim dağlara şeir bizim yazmamış olsun. Borçalı dağlarına, Başkeçid dağlarına, Sarvan dağlarına şeir yazmamış olsun. Var. Buyur. Moşdu çiyələkli dərə görmədim. Sarf dərən kimi dərə baş keçid. Oğul istəyirəm arandan ötürü bir ətək qulançar dərə baş keçid. Qalıb o günlərdə könlümdə güman, keçə yata-yata ötə boz duman, ağ sürü xalxalda sağılan zaman, mən də bərə çəkəm, bərə baş keçid. Lilparlı bulağa şeir yazdığım, yadımdadır yastı qarda azdığım,
Bir gözələ sir sözümü açdığım, üz söykəyəm həmən yerə, baş keçib. Tanrımın bir naxış verib dağlara, ətəkdə gülə bax, zirvədə qara, o qayada kəhlik ötəndən sonra kiminkidir növbə, sirə baş keçid. Sözlər dumduruydu çaydan, bulaqdan, axıb süzülürdü dildən, dodaqdan. Zalımxan köhləni qarabulaqdan, küləklərə sarı sürə baş keçir. Candarlı sadiqdir əhdə, ilqara, bir qayan yas tutsa geyinnəm qara, babalardan qalan köhnə yurtlara, gələm ildə bircə kərrə baş keçir. Gələm ildə bircə kərrə baş keçir. Eyvallah. Var olun. Aşıq Samir, bayaq dedik ki, sazla söz həmişə vəhdətdədir. Şair dağlarımızı sözlə vəsf elədi. Bəlkə sən də sazla vəsf eləyəsən. Varmı elə dağlara aid bir Olar. aşıq mahnısı? Var, bəli, bəli. Hə, bir buyur, tamaşaçılarımız da qulaq assın. Çoban erişim Abeler isteyirəm köçeyleyim İsteyirəm köçeyleyim Pınah gələm sənəydə yamanıma Sen ol Leyli, mən də məhrum, ayra ayra. Sen ol Leyli, mən də məhrum. Gedək yamay, yamay dağlar, yamay dağlar, layla layla, körpayla, yamala layla. Bu zulümün bana yeter Olmuşam Leyli'den beter Kayalardan kəhli götər Göllərində sona dağlar Oy çalsın sazı
Aklaya da çalsın çaldı elinlesin hoş avaldın ayamanıma. Ah sürünü koyun güldün lay lay lay. Ah sürünü koyun güldün. Çok hoş gelir bana aydalar, bana aydalar, lay lay lay, çarpayla lay. Ali müəllim, buyurun. Nəsə əlavəniz var? Əlavə deyil. Ümumiyyətlə mən istəyərdim ki, ədəbi fiqhlər verilişinin və həm də Haqqasarı verilişinin bütün verilişlərinə tamaşa edən Borçalının aşıq sənətini yaşadan aşıqlarımıza və şeir sevərlərimizə və bizim bu verilişlərə yüksək qiymət verən, məclislərdə danışan, müəyyən suallarla müraciət edən ziyalılarımıza təşəkkürümü bildirim. Və deyim ki, biz elə dünyanın elə bir yerində, elə bir həssas nöqtəsində yaşayırıq ki, bizə bu mütləq havi su kimi lazımdır ki, aşıqlarımız bizim məclislərimizdə, yəni verilişlərimizdə iştirak eləsinlər, yuxarıdan baxmasınlar və efirə gedən Haqqasarı verilişinin və ədəbi fiqhlər verilişinin bütün qonaqlarına hörmətlə yanaşsınlar. Mən bilirəm, mənə zənglər gəlir, çox gözəl qarşılayırlar. O qarşılayanların içərisində onların hamısına mən öz təşəkkürümü bildirirəm. Sadaxlı elindən Hacı Sayaddır, Qasımlı elindən həvəskardır, aşıq həvəskardır, Qaçağan elindən aşıq Şahbazdır. Ehram çay üstündən bizim bir gün qonağımız olan sevimli aşığımız bizə feyziyyət verən, gözəl ləzzət verən, havalarımızı bu qədər yüksək səviyyədə bizə çatdıran, məclisimizə rəng verən aşıq Samirdir və Qaçağan elindən həmişə bizi dinləyən, daimi dinləyicimiz, daha doğrusu Qoca Ağan elindən, Qaçağan yox, Qoca Ağan elindən həmişə bizə qulaq asan, dinləyən, öz münasibətlərini həm efir vasitəsindən, həm də telefon vasitəsindən bildirən Bayram Rüstəmova öz təşəkkürümü bildirirəm. Hamısı sağ olsun. Şair, buyur yenə səni dinləyək. Hansı şeiri səsləndirəcəksən tamaşaçılar üçün? Ali müəllim elə bir gözəl fikir söylədi ki, istər-istəməz insanın qəlbindən yaxşı insanlar gəlib keçir. Amma belə də var ki, o pislər də olmasa, yaxşı da seçirlər. Qədri bilinməz. Qiyməti bilinməz. Hə. Bəli. Arının yolları var, çəməndən şana kimi. Acı söz deşər keçər damardan qana kimi. Pislər yerə döşənə qurbanlıq dana kimi, ayaqları altına, kaş gündə yaxşıların. Ömrün günün içində həftələr, aylar gedir. Adam var öğüt verir, adam var rüşvət güdür. Kəramət əli açıq, səxavət əbədidir. Şüurunda, zəkasında, eynində yaxşıların. Könülləri dağlayan göynərtinin yeri var. Toyda gülər şənlənər, vayda da yas saxlayar. Vətənin dar günündə vicdanı qan ağlayar. Qeyrəti daldalanmaz, nə küşdə, nə bucaqda, nə tində yaxşıların. Gülər işğənd eyləyər, o zalım da, yaman da, candarlı vaxt istəməz, fələkdən bircə an da, həyatla vidalaşıb, dünyadan ayrılanda, son mənzilə yol gedəm, çiynində yaxşıların. Son mənzilə yol gedəm, çiynində yaxşıların. Var ol. Yaşa aşıq Samir, yaşa var ol. Nə bildin ki, mən nə deyəcəm? Eşq olsun sana.
İki qanlı düşmən də susar boyun əyərdi. Bir samballı sözünə, birinə dədələrin. Bu təmirsiz körpünün gözü yolda qalıbdı. Bircə gələn olmadı yerinə dədələrin. Bizdən sonra gələnlər bizə nələr deyəcək? Hara istəyirsən yoz, hara istəyirsən çək. Tamahımız qoymadı, biraz qeyrət öyrənək. Nəfsimiz yedəklədi, varına dədələrin. Düşünüb daşınmadıq, heç olmasa azacıq. Kimə eylədik minnət, kimə eylədik acıq. Bir çırpı tullamadıq, bircə kösə yatmadıq. Ocağına, közünə, qoruna dədələrin. Ay candarlı, cahanı yeri dolan gəzaqlar. Gör dünyada nə qədər dəyərsiz qız oğul var. Niyə qurban olmayır səni kimi oğullar? O müqəddəs ruhuna, görünə dədələrin. O müqəddəs ruhuna, görünə dədələrin. Sağ ol Ayşe. Sağ ol. Allah Şair, keçənlərimizə sağ ol. rəhmət eləsin. Niyə Borçalı bərəkətlidir də ona görə ki, onun ağsaqqal yerində, cavanı da cavan yerində oturur. O yerdə bərəkət yoxdur, o yerdə bu olmasın. Çox gözəl yerində deyilmiş şeirdir. Sağ ol. Sərxan Candarlı, buyur, tamaşaçılarımız üçün yenə gözəl bir şeir səsləndir. Bilmirəm, Hümbət müəllim, Əli müəllim, eləcə də Aşıq Samir dəfələrlə məndən şeirlər eşidibsiniz. Hər nədir öz çəkisində var. Mən həmişə fikir verəndə, kim şeir söyləyəndə, şeiri hardansa da tutanda, hardansa da eşidəndə Allah keçmiş üstadlarımıza rəhmət eləsin. Qəmkeş Allah verdirin gözəl bir şeiri həmişə beynimdədir mənim. Onsuz da dünyanın sonu fanidir. Ya Rəbb, yaxşıları dərdə düşməsin. Kimin ki qəlbində yamanlıq yoxdur, yaman günə, yaman yerdə düşməsin. Hikmətli sözlərdən qurdum bir qala, əhsan o kimsəyə ağlında qala. Ya kişi, ya qadın həyalı ola, heç kim üzündən pərdə düşməsin. Qəmkeş, yaz, yarat adlayır hər an. Heç kimə qalmayıb qalmaz bu devran. Talih qismətini paylayan zaman zəlillik, yoxsulluq mərdə düşməsin. Allah böyük üstadımıza rəhmət eləsin. Amin. Mən səndə nə gördüm, a gözəl dünya? Əziyyətdən ayrı, əzabdan ayrı. Mehribanlıq axtardım sir sifətində. Başqa şey görmədim qəzəbdən ayrı. İnsanoğlu haqsızlığın yolunda incəlirmiş, üzülürmüş sən demə. Dodaq əsib gözlər dolub daşanda yaş yanaqdan süzülürmüş sən demə. Haqsızlığa haqdan yollar salına, itən zəhmət, batan eylik alına. İndi bildim bəhtər kəsin alnına, doğulanda yazılırmış sən demə. Tək çəkirəm, dərd ikiyə bölünmür. Xəzal örtüb, ocaq yeri bilinmir. Şirin çağlar xatirədən silinmir. Yuxu kimi çözülürmüş sən demə. Nə müddətdir danışmadım, gülmədim. Candarlıyam bir qərara gəlmədim. Əzab çəkdim, qəmlər yedim, ölmədim. Hər bir dərdə dözülürmüş sən demə. Hər bir dərdə dözülürmüş sən demə. Sağ ol şair, sağ ol. Hani gözlərimdən tökülən yuxum. Ətəkdə oyanım, zirvəyə baxım. Ərit gilə-gilə süzülüm, axım. Döndər ağ tiltəli axşama şeirim. Ana təbiətdən doyur mu insan? O zəmbur, o pətək, bu çiçək, bu şan. Bir kəsin qəlbinə dəyib toxunsan, yaşama dünyada yaşama şeirim. Çoxdur dil dönməzlər, çoxdur qoşmalar. Dodağa nəğmə ol, dilə yar ol, yar. Candarlıyam səndən bir xahişim var. Heç kimin şeirinə oxşama şeirim. Sağ Var olun olun, ustad, sağ Allah olun. sizləri var eləsin. Sağ olun hörmətli tamaşaçılar. Verilişimizin sonuna gəldik, çatdıq. Və bugünkü verilişimizdə çalışdıq ki, Borçalımızın söz adamı, Borçalımızın tanınmış şairi Sərxan Candarlının yaradıcılığına bir işıq tutaq. Onun yaradıcılığına bir nəzər salaq və sizin diqqətinizə çatdıraq. Verilişimizin əvvəlində qeyd elədik ki, Borçalımızda, vətənimizdə
Sazla söz vəhdətdədir, birlikdədir və sözümüzün qüvvəti, yenə sazımıza söz verək və Borçalımızın tanınmış aşığı Aşıq Samirin ifasında gözəl bir aşıq havasıyla verilişimizi yekunlaşdıraq. Sağ olun, salamat qalın. Abelaya koş karoy olmasan ya da yaşa benim. Ya koş karoy olmasan ya da yaşa benim. Ela yudaya masallaya anladım. Olanlar tüfandan kadaya yarışına Devamada yalasam da yalanladım. Devamada yalasam da yalanladım. Kuşlar sizi de yacala yuvadan. Alın misal kala dede babadan. Vətəndən, torpaqdan, eldən, obadan belə güc alasan güc alanda da. Allah rəhmət eləsin. Çok oğlum o beledar handa yalan ya gülmeyem Kaya parça yalan taştı dökülmeyem Ovala başa qarya sada ver büyükülmeye Belə qolda yalasan qolda yalanladım
Bela burada yalasan burada yalandılar.